Sensiz yollarda qalır gözlərim. Salam dostlar, zəhmətkeş əkinçilər. Bugün 18 may 2026-cı il Bakı şəhəri Türkan kəndindəyik. Artist firmasına məxsus Tibron F1 çeşidi bu sahədə əkilib. Əkin tarixi 4 mart 2026-cı il. Əvvəl sizə belə yarpaqları göstərim, çiçəkləri göstərim. Çox şoka düşməyəsiz. Maşallah olsun indiki çiçək. Qısa məlumat verim Tibron haqqında. Deməli, birinci salxım, ikinci salxım, üçüncü salxım, dördüncü salxım, beşinci salxım, altıncı salxım, yeddinci salxım, 8, 9 çiçək halındadır. Nəzərinizə çatdırım ki, gördüyünüz kimi Tibron torpaq əkinində yetişdirilib. Bir çoxlarına maraqlıdır. Torpaqda necə olur sualına indi özünüz gözünüzlə baxın. Sensiz yollarda qalır gözlərim. İntizardayam, yar gel gel. Əhdi unutma, görüş yeri tək. Bir bahardayam, yar gel. Sensiz yollarda qalıb gözlərim. İntizardayam, yar gel gel. Əhdi unutma, görüş yeri tək. Bir bahardayam, yar gel. Vəfadarım ilk baharım mənim. Eşqində görmüşəm məndən dönsən. Ayım güneşim söner. Könül verdiğim doğru məhəbbətimi. Bizi izləmədə qalın. Hər zaman çeşidlərimiz haqqında yeni məlumatları, yeni görüntüləri sizlər də izləyin. Hələlik dostlar.